Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm rahatlığına görə hər kəs öz evinin yanında istəyir. Bəli. Amma nəzərə alsaq ki, digər nəqliyyat növlərlə müqayisə etsək, metro ən bahalı tikinti, investisiya tələb edən infrastruktur obyektidir. Yeni stansiyaların yerləri müəyyənləşdirdiyi zaman çox ciddi təhlillər aparılır. Bakı şəhərinin artıq rəqəmsal ekizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış yerləri, iş yerləri hamısı həmin proqram təminatında mövcuddur və perspektivdə olan inkişaf da öz əksini tapıb. Təbii ki, çox yerə ehtiyac var ki, biz bunu inkişaf etdirək, amma bunu mərhələli şəkildə etməyimiz məcburidir. Bütün inkişaf perspektivləri simulyasiya olunaraq ona əsasən biz yeni stansiyaların yerlərini müəyyənləşdirməyə çalışırıq. Burada bir incə nüans var. Siz qeyd etdiyiniz Binəqədi, biz daha tez işləyirik. Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal. Nəzərə alsaq bu tip yerlərdə metro stansiyasını tiksək, həmin şəxslər, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud, çox artıq yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Onun üçün ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzindən bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər. Məsəl üçün, Xırdalan, Masazır çox sual verilən sahədir. Amma onlara qoşa biləcəyimiz bu mümkündə bir metro xəttimiz mövcud deyil. Yaşıl xətt onsuz da doludur və interval problemi var.